olar. Hacət namazı 2 rükətdir və bu şəkildə qılınır. Təbii ki, niyyət edir, 2 rükət hacət namazı qılıram, qurbətən ilallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Maliki yevmiddin. Bu surəni sonuna qədər, yəni vələd-dalinə qədər oxuyacaq və birinci rükətdə 7 dəfə Kafirun surəsini oxuyacaq, yəni bu surəni. Bismillahirrahmanirrahim. Qul ya eyyuhel kafirun, la a'budu ma ta'budun, və la antum abidun ma a'bud, və la ana abidun ma abadtum, və la antum abidun ma a'bud, lakum dinikum veliyedin. Bu surəni 7 dəfə oxuduqdan sonra gedəcək rukuya. Subhanallah, 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 Allahu Ekber. 2 səcdə yerinə yetirəcək. Subhanallah, 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 Allahu Ekber. Subhanallah, 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 Allahu Ekber. Qalxacaq ikinci rükətə. Və ikinci rükətdə də Fatihə surəsini oxuyacaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Bu surəni sonuna qədər, yəni vələd-dalinə qədər oxuyacaq və 7 dəfə İxlas surəsi oxuyacaq. Yəni bu şəkildə. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahus-samad. Ləm yelid və ləm yulad. Və ləm yekun lehu kufuvan ahad. Bu surəni 7 dəfə oxuduqdan sonra rukuya gedəcək. Subhanallah, 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 Allahu Ekber. Sonra gedəcək səcdəyə. Subhanallah, 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 Allahu Ekber. Subhanallah, 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 Allahu Ekber və təşəhhüdü, salamı deyəcək, namazı bitirdikdən sonra, salamı dedikdən sonra 10 dəfə deyəcək. Subhanallahi velhamdülillahi və la ilahe illallah vallahu ekber. La havle və la quvvete illa billahil aliyyil azim. 10 dəfə bu zikri deyəcək. Sonra 10 dəfə salavat zikr eləyəcək. Yəni deyəcək, Allahumma salli ala Muhammedin və ali Muhammed. Və 10 dəfə də deyəcək, ya ğiyasəl müstəğisin əğisni. Sonra mutal Allahdan öz istəyini və tələbini istəyəcək.